öyrənməyə ehtiyac yoxdur. Uşaqlar da dil qrammatikasız öyrənirlər. Qrammatikanı öyrənmək çətindir. Sadəcə dinlə və danış. Gəlin bir şey etiraf edək. Sizin 3-5 yaşlı kiçik bir uşaq qədər asudə vaxtınız yoxdur. Sizə böyüklərin başqa bir problemi də var. Səhv edəndə utanır. Bu isə speaking practice-in qarşısını alır. Bir neçə il əvvəl internetdə bir fikir çox məşhurlaşdı. Qrammatika öyrənməyə ehtiyac yoxdur. Uşaqlar da dil qrammatikasız öyrənirlər. Sadəcə dinlə və danış. Və açığı bu fikir insanların çox xoşuna gəldi. Çünki qrammatikanı öyrənmək çətindir, qaydalar sıxıcıdır. İnsanlar isə daha rahat yollar axtarırlar. Amma problem buradadır ki, bu mövzuda bir çox şey yarımçıq izah olundu. Bu gün gəlin bu məsələni daha dərindən analiz edək. Doğrudan da ingilis dilinin qrammatikasını öyrənmək lazımdırmı? Və uşaqların dil öyrənməsi ilə böyüklərin dil öyrənməsi niyə eyni deyil? Əvvəlcə ən məşhur arqumentdən başlayaq. İnsanlar deyir ki, uşaqlar dili qrammatika kitabı olmadan öyrənirlər. Onlar qrammatika öyrənmirlər, sadəcə olaraq dili eşidirlər və danışmağa başlayırlar. Bu tamamilə doğrudur və ilk baxışdan məntiqli görünür. Amma insanların burada nəzərdən qaçırdığı, fikir vermədikləri böyük bir fərq var. Uşaqlar sadəcə dili eşitmir. Onlar dili həm də inanılmaz dərəcədə çox təkrar görürlər. Məsələn, bir uşaq bir cizgi filminə 20 dəfə baxa bilir. Bir mahnını 100 dəfə dinləyə bilir. Eyni ifadəni gün ərzində 10 dəfə, 20 dəfə eşidir. Və ən maraqlısı budur ki, uşaq bundan bezmir, sıxılmır. Çünki uşağın beyni dili öyrənməyə çalışmır. Sadəcə olaraq hazır nümunələri, qəlibləri qəbul edir. Məsələn, bir uşaq illərlə bu cür nümunələr eşidir. I want this, I don't like it, where are you going? Və bir müddət sonra uşağın beyni bu strukturları avtomatik olaraq tanımağa başlayır. Heç kim uşağa demir ki, bu present simple'dır. Amma uşaq yüzlərlə, minlərlə belə nümunələr gördüyü üçün artıq onun beynində bir sistem formalaşır. Yəni, uşaq dili qaydasız yox, çox sayda təkrar və dilə məruz qalmaqla öyrənir. İndi isə gəlin böyüklərə baxaq. Böyük insan nə edir? Bir dəfə video izləyir, bir dəfə qaydaya baxır, bir dəfə söz əzbərləyir. Ondan sonra isə deyir ki, məndə alınmır. Halbuki çox vaxt problem zəkada deyil. Problem ondadır ki, burada kifayət qədər təkrar yoxdur. Bir uşaq dili öyrənərkən minlərlə saat yeni məlumat qəbul edir. Böyüklər isə çox vaxt həftədə 2-3 saat ingilis dili ilə məşğul olurlar. Bu ikisi qətiyyən eyni şey deyil. Və böyüklərin başqa bir problemi də var. Onlar qısa müddət ərzində nəticə gözləyirlər. Uşaq 4-5 il səhv edir, səhv danışır, amma heç kəs onu mühakimə etmir. Böyük insan isə 2 ay ingilis dili ilə məşğul olduqdan sonra istəyir ki, dili fluently danışsın və səhv edəndə utanır. Bu isə speaking practice-in qarşısını alır. Məncə böyüklərin əsas üstünlüyü budur ki, onlar dili analiz edə bilirlər, həm də şüurlu şəkildə analiz edə bilirlər. Məsələn, bir uşaq have been strukturunu illərlə dilə məruz qalaraq öyrənir. Amma böyük insan qrammatik qaydanın izahını anladıqdan sonra onu beynində asanlıqla sistemləşdirə bilir. Yəni, qrammatika bir növ xəritə rolunu oynayır. Bu xəritə dili əvəz etmir. Sadəcə olaraq yolu daha da aydın göstərir. Bəzi insanlar bu mövzuda ifrata varırlar. Onlar deyirlər ki, qrammatika öyrənmək lazım deyil. Əslində isə dili balanslı şəkildə öyrənmək lazımdır. Yəni, həm dinləmə, həm danışıq, həm oxu, həm yazı bacarıqları eyni zamanda inkişaf etdirilirsə, daha yaxşı, daha sürətli nəticə əldə edərsiniz. Ona görə də qrammatika lazım deyil fikrini qoyuruq bir kənara. Çünki qrammatika da lazımdır, söz bazası da lazımdır. Sadəcə olaraq fikrinizi ancaq qrammatikaya yönləndirsəz, digər bacarıqları inkişaf etdirməsəz, bəli, bu səhvdir. Sadəcə qrammatika ilə siz bir yol qət edə bilməzsiniz. Dili səlis səviyyədə danışa bilməzsiniz. Bu doğru fikirdir. Gəlin bir şey etiraf edək. Əgər siz böyüksünüzsə, ən azından 20+ yaşınız varsa və ingilis dilini sıfırdan öyrənmək niyyətindəsinizsə, sizin 3-5 yaşlı kiçik bir uşaq qədər asudə vaxtınız yoxdur. Bəziləriniz universitetə gedir, bəziləriniz işə gedir, bəzilərinizin başqa bir
işi var. Yəni, dil öyrənmək uzun bir prosesdir və siz sadəcə dilə məruz qalaraq öyrənməyə çalışsanız, bu sizin çox uzun bir vaxtınızı aparacaq. Uşaqların isə belə bir problemləri yoxdur. Onların qayğıları demək olar ki, yoxdur. Böyüklərin qayğılarıyla onların qayğılarını müqayisə etmək biraz gülməli də görünə bilər. Uşaqların dil öyrənmək üçün kifayət qədər vaxtı var. Onlar istədikləri qədər səhv edə bilirlər. Və onlar səhv edərkən heç kəs onları mühakimə etmir. Demir ki, sən niyə burada səhv etdin, niyə burada bu sözü dedin. Və uşaqlar sözün açığı səhv etməkdən də qorxmurlar. Ancaq böyüklərdə bir qədər fərqlidir. Böyük insanlar dil öyrənərkən çalışır ki, səhvlər etməsin. Amma başa düşmürlər ki, səhv etmək dil öyrənməyin bir hissəsidir, bir parçasıdır. Bundan qorxmaq, çəkinmək lazım deyil. Yəni, sözümün canı odur ki, dil öyrənmək uzun bir prosesdir. Siz sadəcə bir gün, bir həftə ərzində dili mükəmməl şəkildə öyrənə bilməzsiniz. Müəyyən qədər sözlər öyrənə bilərsiniz, müəyyən bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Ancaq dili yaxşı səviyyədə öyrənmək üçün sizə bir xeyli vaxt lazımdır. Bu da təbii ki, insandan insana dəyişir. Yəni, biz öz doğma dilimizi öyrənməyə belə illərlə vaxt sərf etmişik. Ta uşaqlıqdan bəri bu dilə məruz qalmışıq. Dilə məruz qalmaq o deməkdir ki, biz bu dili eşitmişik, bu dili danışmışıq, bu dili yaşamışıq. Bu bizim bir həyat tərzimizə çevrilib. Və çoxlu səhvlər etmişik və bu səhvlərdən də öyrənmişik. Yəni, öz dilimiz olmağına baxmayaraq, biz uzun illər vaxt sərf edərək bu dili öyrənmişik. Əgər bir insan öz doğma dilini bu qədər uzun müddət sərf edərək öyrənirsə, niyə xarici dili qısa bir müddət ərzində öyrənməyi gözləyir? Bu sualı verməyimin bir səbəbi var təbii olaraq. Deyək ki, siz qrammatika olmadan sadəcə dilə məruz qalaraq xarici dili öyrənmək istəyirsiniz. Bilirsiniz, bu sizin çox uzun illərinizi aparacaq və sözün açığı mən inanmıram ki, siz bu yolu axıra qədər davam edə biləsiniz. Çünki insan başa düşmədiyi, qavramadığı bir şeyi öyrənməkdə, xüsusən də böyük insanlar çətinlik çəkirlər. Araşdırmalar onu göstərir ki, uşaqlar və böyüklər dili fərqli yollarla öyrənirlər. Məşhur dilçi Stephen Krashen deyirdi ki, language acquisition, yəni dili təbii şəkildə qazanmaq, dili mənimsəmək çox vacibdir. Yəni, insan dili sadəcə qaydalarla yox, comprehensible input ilə də öyrənməlidir. Bu doğrudur. Ancaq Stephen heç vaxt deməmişdi ki, qrammatikanı öyrənmək tamamilə mənasızdır, lazımsızdır. O sadəcə deyirdi ki, qrammatika səlis şəkildə danışmağa tək başına kifayət etmir. Və məncə insanlar çox vaxt bu hissəni yanlış anlayırlar. O sırada başqa vacib bir məqam da var. Sən ingilis dilini nə üçün öyrənirsən? Dil öyrənməkdə məqsədin nədir? Əgər dili basic conversation üçün öyrənirsənsə, çox dərin qrammatik biliklər olmadan da müəyyən bir səviyyəyə qədər dili öyrənə bilərsən. Yox, əgər sənin məqsədin IELTS, akademik yazı və s. öyrənməkdirsə, bunlara hazırlaşmaq istəyirsənsə, onda qrammatikanı dərindən bilməyin çox vacibdir. Çünki bir nöqtədən sonra qrammatika danışıq bacarığına təsir edir. Mənim şəxsi düşüncəm budur ki, qrammatika dilin mərkəzində yox, onun bünövrəsində olmalıdır. Dil öyrənməyi bina tikmək kimi düşünün. Burada söz ehtiyatı, dinləmə, danışıq bacarıqları var. Qrammatika isə bünövrə, yəni təməldir. Təməl nə qədər möhkəm olsa, ev də o qədər möhkəm olar. Amma bir şeyi də nəzərdə saxlayın ki, yalnız qrammatika ilə, yəni bünövrə ilə ev tikmək mümkün deyil. Ona görə də həm söz ehtiyatı, həm danışıq, həm dinləmə, həm qrammatika bunlar hamısı balanslı şəkildə inkişaf etdirilməlidir. Yəni, burada ən düzgün yol balanslı şəkildə öyrənməkdir. Həm qrammatika, həm də digər bacarıqlar balanslı şəkildə öyrənilməlidir ki, siz bir yol qət edə biləsiniz. Videomu bura qədər izləyənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Əgər bu tipli videolar sizin üçün maraqlıdırsa, mütləq rəy bölməsində öz fikirlərinizi mənimlə bölüşün. Sizin fikirlərinizi bilmək mənim üçün çox vacibdir, maraqlıdır. Əgər bu videonu bəyəndinizsə və bu cür videoların davamının gəlməyini istəyirsinizsə, rəy yazmağı, like etməyi və kanalıma abunə olmağı unutmayın.
Növbəti videoda görüşərik.